Bir gənc oğlan yolun kənarındakı çəmənlikdə oturub şapkasını çıxardı dincəlmək üçün. Elə bu ərəfədə zəngin bir ailənin qızı onun papağının içərisinə bir banka kartı atdı. Oğlan bunu gördükdə elə başa düşdü ki, qız onu təhqir etmək fikrindədir. Tez ayağa qalxdı, dedi ki, mən dilənçi deyiləm. Kartı götürüb baxdıqda gördü ki, onun içərisində milyardlarla pul olan bir banka kartıdır. Qıza fikir verdikdə gördü ki, qızın alnından qara duman fırlanır. Qıza dedi ki, sən ölümcül bir xəstəsən. Sən təcili müalicə olunmalısan. Qız bundan mütəəssir oldu və dedi ki, həqiqətən də mən xəstəyəm. Dünyanın ən yaxşı həkimləri, alimləri mənə heç bir müalicə edə bilmirlər. Mən xəstəliyimi sağalda bilmirlər. Mənim hələ 18 yaşım var. Hələ eşqin dadı nədir, mən onu bilmirəm. Sözlərini tamamlaya bilməyib, hıçqırıb ağlamağa başladı. Oğlan bu anda ona kömək etmək qərarına gəldi. Əlindən tutub nəbzini yoxlayarkən 18 maşın karvanı onların yanında dayandı. Bu qızın qoruyucuları və onların tapıb gətirdikləri 3 ünlü həkimlər idi. Və onlar elə bildilər ki, qıza nəsə oğlan müdaxilə eləmək istəyir. Və o qoruyucular qıza dedilər ki, sənə 3 dənə ən bilici həkimlər tapıb gətirmişik, onlar sənin dərdinə əlac eləyəcəklər. Elə bunu eşidən həmin cavan oğlan dedi ki, əgər siz onu müalicə edəcəksinizsə, onu təcili müalicə eləyin. Onun ömrünə çox qalmayıb. Bu həkimlərdən biri baxıb dedi ki, onun halında hələ heç elə bir şey yoxdur. Elə bu ərəfədə qız birdən qan qusmağa başladı. Bunu görən də tez onu tutub maşına qoyub evlərinə apardılar. Bu həkimlər onu müayinə etdilər, hər üçü müayinə etdi, ancaq heç biri onun dərdindən baş aça bilmədilər. Elə həmin cavan oğlan da onlarla birlikdə evdə idi. Onların etdiyi əməllərə fikir verirdi. Bundan naümid olan ata çox pis vəziyyətdə qaldı və həkimlərin biri dedi ki, dünya şöhrətli bir gənc həkim var. Bunun xəstəliyinə əlac eləsə, yalnız o cavan oğlan eləyə bilər. Qızın atası dedi ki, mən bütün varidatımı həmin həkimə verərəm ki, mənim qızımı müalicə etsin. Amma o həkimi tapıb mənə gətirin. Bu həkimlərin biri gülərək dedi ki, onu tapmaq qeyri-müşkül məsələdir. O elə bir buludların üzərində gəzən əjdahadır. Onun üçün 10 milyardlarla pul xərcləyib tapmaq istəyən adamlar var. Onlar onu tapa bilmirlər. Bu sözləri eşidən oğlan da özü dodaqaltı gülürdü ki, bunlar nə qədər onu belə şişirdirlər. Bundan sonra oğlan dedi ki, mən bu qızı müalicə eləyəcəm. Bu qızın xəstəliyinin adını dedi. Xəstəliyinin adını eşidən bu həkimlər təəccüb qaldılar ki, dedilər, sən bunu hardan bilirsən? Dedi, mən bilirəm, onun xəstəliyi budur. Qızın atası yalvardı ki, onda bilirsənsə, mənim qızımın xəstəliyini müalicə eləyinəm. Oğlan cibindən 4 dənə qızıl iynə çıxardı və qızın başındakı nöqtələrə sancdı. Bundan sonra qız
birdən yataqdan qalxaraq ağzından qan fışqırdı. Bunu görən qızın qoruyucuları elə bildilər ki, qızı oğlan öldürmək istəyir. Ona hücum çəkmək istəyəndə qız elə bu ərəfədə dedi ki, ata, mən artıq sağalmışam, mənim heç bir şeyim yoxdur. Bunu eşidən həkimlər tez qızın nəbzini tutub, onun nəbzini yoxladılar, gördülər ki, qızın nəbzi tam normal vəziyyətdə döyünür, qızda heç bir əlamət qalmayıb. Bunlar təəccüblənərək oğlana dedilər ki, sən kimsən? Dedi, sizin həmin dediyiniz həkim mənəm. Bunu eşidən bu həkimlər razı idilər ki, ona şagird kimi yanında çalışsınlar, ondan elm öyrənsinlər. Ancaq oğlan sakit bir güşədə dincəlmək istəyirdi. Ona görə də elə sakitcə oradan xəlvəti çıxıb getdi ki, öz həyatını sakit bir güşədə davam etdirə bilsin. Bax belə. Diqqətinizə görə çox sağ olun.